Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli amma ba'd. Əziz qardaşlar, biz İmam Tirmizi rahimehullahın Şəmail-i Muhammediyyə kitabını götürürük. Muhammed sallallahu aleyhi ve sellemin xislətləri kitabını götürürük. Bu mövzuda yazılan bu kitab ən gözəl, ən əzəmətli kitabdır, ən yaxşı kitabdır. Tirmizi rahimehullahın yazdığı kitab, Peyğəmbərin xislətləri kitabı bu mövzuda yazılan ən gözəl kitabdır. Yaxşı, biz bunu niyə öyrəndik, niyə götürürük? Səbəb odur ki, Muhammed sallallahu aleyhi ve sellemin itaət etdiyimiz Peyğəmbəri daha yaxşı tanıyaq. Və elə bundan əvvəl də deyim ki, ümumiyyətcə elm mənası odur ki, ən birincisi Allahı öyrənib tanımaq. İkincisi isə Muhammed sallallahu aleyhi ve sellemi öyrənib tanımaqdır. Biz Muhammed sallallahu aleyhi ve sellemi öyrənməliyik. Çünki biz onu öz nəfsimizdən də, valideynlərimizdən də, övladlarımızdan da daha çox sevirik. Təkcə bu sevgi yox, həmçinin burada itaət də var. İtaət etməliyik. Əmrlərini yerinə yetirib qadağanlarından çəkinməliyik. Və bir insanı tanıyanda ona olan sevgisi, bəli, ona olan bağlılığı, itayəti daha da artır, çoxalar və tərəddüd etmir. Yəni ki, heç bir şübhə qoymur. Onun barədə artıq cahil olanda insan o nəsə danışanda, nəsə bir qəribə bir şey gələndə ona, cahillik səbəbindən artıq tərəddüd eləyir, şəkdə olur, narahatçılıq keçirdir qəlbində. Amma insan Muhammed sallallahu aleyhi ve sellemin əmrlərinə və qadağalarına heç bir qəlbində narahatçılıq keçirməməlidir. Və belə olanda, belə olmamaq üçün insan, müsəlman şəxs gərək neynəsin? Əvvəlcədən, əziz qardaşlar, öz Peyğəmbərini gözəl öyrənsin. Onun barəsində elmi olsun. Və bu da əsas elmlərdəndir, əziz qardaşlar. Ən gözəl elmlərdəndir. Yəni, elm elə budur. Allahı öyrənəndən sonra Muhammed sallallahu aleyhi ve sellem öyrənirsən. Və sonra da fikir versək, İslam dinini dəlilləri ilə insan öyrənir. Çünki İslam dinini kim gətiribdir Allahın izni ilə? Muhammed sallallahu aleyhi ve sellem, Rasulullah sallallahu aleyhi ve sellem. O gətiribdir. Yəni, bir insan Muhammed sallallahu aleyhi ve sellem barəsində cahil olsa, onu yaxşı tanımasa, onun gətirdiyi din barəsində də artıq cahil qalar, narahatçılıq olar. Öyrənməkdə səhlənkarlıq eləyər. Və biz fikir versək ki, sahabələr Peyğəmbər sallallahu aleyhi ve sellemi bax, elə götürdüyümüz kitabdan necə onu vəsf eləyiblər, yadlarında saxlayıblar və özlərindən sonraki insanlara nəsilə çatdırıblar. Bu, onlara Peyğəmbər sallallahu aleyhi ve sellem olan sevgidən irəli gəlir. Əziz qardaşlar, bugünkü mövzuda müəllif deyir ki, 12-ci fəsildə bəb mə cə fi zikri xatimi Rasulillahi sallallahu aleyhi ve sellem. Allah Rasulü sallallahu aleyhi ve sellemin üzüyü barədə varid olanlar. Üzük barədə nə varid olmuşdu Muhammed sallallahu aleyhi ve sellemdən? Onun üzüyü barədə nə gəlibdir? Yəni, burada şəriət dinimiz nə deyir? 87-ci rəvayətdə Ənəs ibn Məlik radiyallahu anhu deyir ki, Peyğəmbərin sallallahu aleyhi ve sellemin üzüyü gümüşdən idi. Onun qaşı Həbəş daşından idi. Həbəşdandan gətirilmiş xüsusi bir daş idi. O daşdan idi. Deməli, əziz qardaşlar, Ənəs radiyallahu anh hamımızın bildiyimiz kimi Peyğəmbər sallallahu aleyhi ve sellemə uşaqlıq vaxtından 10 yaşından düz 20 yaşına kimi Mədinədə Peyğəmbər sallallahu aleyhi ve sellemə xidmət etmiş və Peyğəmbər sallallahu aleyhi ve sellem ən gözəl vəsf eləyən sahabələrdəndir. Və bildirir ki, Peyğəmbərin sallallahu aleyhi ve sellemin üzüyü gümüşdən olubdur. Gümüş üzük taxardı Peyğəmbər sallallahu aleyhi ve sellem. Bu da onu göstərir ki, kişilərə üzük taxmaq mübahdır, icazəlidir, haram deyil, amma gümüş üzük taxmalıdır. Başqa bir tərəfdən də ümumiyyətcə zinət olaraq kişinin taxacağı yalnız və yalnız üzükdür. Üzükdən başqa taxmaq bilərzikdir, boyun bağıdır və digər, məsələ, indi müasir biraz iyrənc bir şey çıxırdı, sırğadır, eləyirlər. Bu, yəni ki, kişiyə yaraşmayandır, qadına oxşamaqdır. Qadındır ki, sırğa taxar, bilərzik taxar, boyunbağı taxar. Yəni ki, bunları qadınlar eləyərlər, kişilər bunu etməz. Kişi yalnız üzük taxar və kişilərə də üzük taxmaq bu iki barmağa, sağ olsun və ya da sol olsun. Ya çəçələ barmağıdır, ya da onun yanındakı adsız barmaq deyilir. Sağ və sol fərq etməz. O barmaqlara üzüyü taxır və gümüş və ya da qızıldan başqa hər hansı bir metaldan olsun. Qızıl üzük taxmaq kişiyə haramdır. Bir mənalı olaraq. Kişi qızıl üzük taxmaz. Heç bir halda. Yəni taxırsa da, yəni istəyirsə, taxırsa da, məcbursa da və ya da belə desək, bunda
qızıldan başqa, yaxşısı gümüşdür, qızıldan başqa hər hansı bir metaldan olan üzüyü taxa bilər. Yəni bundan başqa zinət kimi taxması da düzgün deyil. Düzgün deyil, dedik ki, olmaz. Və taxacağı da əziz qardaşlar, barmaqlara da dedik. Yəni çəçələ barmaq və onun yanındakı olan barmaq. Yəni onların içərisində də alimlər deyirlər ki, ən yaxşı ikisinin içərisində daha yaxşı hansıdır? Deyirlər ki, çəçələ barmaq. Çəçələ barmaq, yəni ki, o birisindən daha üstündür. Yəni bu həmçinin bizdə bəzən görsən ki, nəyinsə də nişanəsini bildirir, güya nişanlılı olmaq və ya da evlili olmaq qadınlarda, kişilərdə bu kafirlərdən gələn bir şeydir. Müsəlmanlarda belə bir əlamət bildirmir üzük. Nəyinsə də rəmzi, evliliyin subaylayan rəmzi kimi taxmaq da, o niyyətlə taxmaq da düzgün deyil. Bu belə. İstir qadın olsun, istir kişi olsun. Həmçinin üzük məsələsində qaşsız, heç nə üzərində olmayan üzüklər ki, taxırlar, yəni heç bir şey yoxdur, eləcək, yəni bizdə də kaliso deyirlər, heç bir şey yoxdur, o üzüyü də taxmaq olmaz, bu kafirlərə xasdır. Olmaz. Yəni bu barədə hətta Şeyx Albani danışıbdır. Deyir ki, belə üzük də taxmaq olmaz, çünki indi oxuyacağımız hədislərdə də görəcəyik ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin üzüyü görürsüz ki, necə ki hədisdə də gəlir, Ənəs radiyallahu anh deyir ki, onun qaşı var idi, Həbəş daşından idi. Yəni ona görə yəni ki, qaşsız üzük taxmaq, istir qadın olsun, istir kişiyə olsun, olmaz. Qadın, yəni ki, o brilliant taxa bilər, qadın taxır. Qadın brilliant üzük taxır, qızıl olsun, gümüş olsun, digər materialdan da ola bilər, metaldan da ola bilər, istədiyi barmağa da taxa bilər. Sadəcə olaraq, yəni bunu, yəni ki, nə kimi əlamət kimi göstərməsin, bu evlilik və yaxud da ki, subaylıq əlaməti kimi göstərməsin. Yəni bəzi barmaqlar var ki, o onu dəlalət edir və yaxud da məsəl üçün dul olmağını səbəb göstərir və yaxud da yalnız yaşadığının səbəbini göstərir. Bəzi ölkələrdə belə şeylər var. Hansısa da barmaqlara taxmaq onun əlamətini bildirir. Qıraqdaşlar, kənardaşlar da bilsin ki, bu belədir, bu belə olmaz, bu olmaz, haramdır. Elə şey etmək olmaz, kafirlərə oxşamaqdır. Yəni üzük taxmaq kişilərə, söhbət kişilərdən gedir, kişilərə taxmaq mübahdır, icazəlidir. Mübah yəni ki, icazəli olan şeylərdəndir. Yəni buna da görə də savab da yoxdur. Savab da yoxdur və yəni ki, qadın bəzək üçün taxa bilər. Amma bir şey yadda saxlamaq lazımdır. Qadın bunu taxıb çölə çıxması, barmaqları, boynudur, onsa qadın boynu açıq olmaz axı. Yəni bilərzik taxsa da, yəni ki, o zinətini də göstərməsi də düzgün deyil. Sırğa taxsa da, yəni ki, onu da göstərməsi olmaz, haramdır. Çünki o nədir? Qadının yəni örtünən yerlərindən də boyundur, həmçinin qulaqdır. Yəni ki, o yəni örtüləcək yerlərdən olduğuna görə, hicabın altında olduğuna görə onları çölə çıxardıb göstərmək də olmaz, haramdır, günah daşıyır. Qadın gedirsə də hansısa qadın məclisinə, yəni toy məclisi olsun və digər hər hansı qadınların məclisi olan məclisə gedirsə də, ya üstündə götürsün, aparsın orada taxsın, ya da ki, taxırsa da, yəni niqab mı taxsın və yaxud da əlcəkmi geyinsin, yəni ki, bunu taxım çölə marşrutda avtobusa minim gedim və yaxud da taksi ilə gedim, insanlara göstərərək və yaxud da insanların görəcəyi formada bunu geyinib çölə çıxması icazəli deyil. Yəni bu çünki nəzərləri cəlb eləyir. Nəzəri cəlb eləyir, onun üzərinə cəlb etdiyinə görə, yəni ki, bu icazəli deyil, əziz qardaşlar. 88-ci rivayətdə İbn Ömər radiyallahu anhuma rivayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm özü üçün gümüşdən üzük düzəltdirdi. O bu üzüklə məktubları möhürləyər və onu barmağına taxmazdı. Elə bir rivayət var, amma rivayət əziz qardaşlar, bu rivayət zəif rivayətdir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bunu yəni barmağına taxmazdı deyə, yəni ki, bu hissəsi zəifdir. Yəni barmağına taxmaq, barmağında gəzdirərdi, lazım olan vaxtı barmağına taxıb gəzdirərdi. Yəni ki, səbəb isə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu belə etməsi, bəli, məktubları möhürləmək üçün idi. Məktubları möhürləmək üçün idi. Üstünə yazılmışdı deyə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onu etmişdi. Hətta burada keçmə başqa bir yerdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən rivayət var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün üzük düzəltdirmək üçün gedir o üzük düzəldənin yanında, qalır bir müddət və bu da biraz çox çəkir bu vaxt və gəlir görür ki, sahabələr biraz narahatdılar, yəni ki, onda Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bu məni sizdən məşğul elədi və Peyğəmbər sallallahu əleyhi və səlləm onların yanında çıxardır, onu atır yerə. Yəni bunu da müasir vaxtı elm əhli və yaxud da alimlər nəyə misal çəkirlər? Yəni insan məclisdə oturur, yəni təsəvvür Peyğəmbər sallallahu əleyhi və səlləm o sahabələrin yanında yox onu. Onlardan bir kənarda onu düzəltdirdiyinə görə sahabələrdən nə qədər müddət onlardan aralı düşdüyünə görə onu məşğul eləyir, ona görə onu götürür atır. Və indi də insanlar görsən bir yerə yığılıb gəlirlər, qohumdur, dostlardır, qonşulardır, hər əlində bir telefon, oturub söhbət eləməkdən, oturub danışmaqdan, yəni ki, hamı bir telefonda qurdalanır. Görürsən ki, 10 nəfər oturur, hamı telefondadır. Hamı telefondadır. Və bunun da ən pis forması zikr məclisində, elm məclisində, yəni görürsən ki, danışılır, müəllim danışır, o birisi də qıraqda telefonla qurdalanır. Ən çirkini də bundan da betəri cümə namazı, daha doğrusu cümə xutbəsində
Cümə xutbə verilə-verilə ya telefonla mesaj yazır, ya telefona cavab verir. Qardaş, sən namaz qılan insansan, cümə namazına gələn adamsan. İşini elə görməlisən ki, yəni ki, sən həmin vaxtı o cümə xutbəsinə gələndə elə eləməlisən ki, nə olmasın. Yəni sən ona məşğul olmayasan. Onsuz da xutbə çox çəkmir. 5 dəqiqə, 10 dəqiqə, uzağı 15 dəqiqə çəkir. İnsan cavab verməsin. Sən o əziyyət çəkib gəlirsən ora, amma elə etməyindən o cümə namazından qazandığın savab peşin olur. Heç nə. Zöhr namaz qılmış savabını qazanırsan. Eləcə zöhr namazı qılmış kimi olursan. Yəni o cümədən heç nə qazanmır. Nə cümənin savabını qazanırsan, nə xutbənin. Üstəgəl də ki, insan haram eləyir, asi olur. Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan eləyir. Hətta yerdə olan çınqıldaşları tərpətməyi belə qadağan eləyib. O ki, qaldı insan indi telefonla danışması və ya kimləsə də danışması, digərlərinə mane olması, bu da olmaz. 89-cu rivayətdə qardaşlar, Ənəs ibn Məlik radiyallahu anhu rivayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin üzüyü gümüşdən idi. Həmçinin qaşı da gümüşdən idi. Deməli İbn Həcər rahimehullah deyir ki, bu rivayət digər rivayətə qarşı, yəni Həbəş daşından olana zidd deyil. Ehtimal edilir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin iki üzüyü var imiş. Biri qaşı Həbəş daşından olan, yaxud da ağac parçasından olan üzük. Çünki bütün bu qaşlar Həbəsistan diyarından gətirilirdi və ehtimal edilir ki, bu üzüyün zahiri görünüşü yaxud üzərindəki naxışları görünüşcə Həbəş üzüyünə bənzəyirdi. Ola bilsin, görünüşcə bənzədiyinə mi görə, yəni ümumiyyətlə o vaxtları Mədiniyə o şeylər ki var, o üzük kimi olan şeylər, hamısı oradan Həbəşistandan gətirildiyinə görə ya deyir iki üzük olubdu, ya da ki baxan, yəni ki belə, yəni görüb elə, yəni ki vəsf eləyibdi. Yəni biri Həbəş üzüyü olubdu, biri də elə qaşı da, yəni ki üzərində olan naxışı da gümüşdən idi olan rivayət. Yəni məsələ ondadır ki, qaşsız üzükdən söhbət gedir ki, qaşsız üzük olmaz, qaşı olmalıdır üzüyün mütləq. Yəni indi görürsən ki, hansısa da daş mı qoyurlar, yəni qara mı olsun, yaşıl mı olsun, bu kimi daşlar qoyurlar. Eyb etməz o daşlardan istifadə etmək olar. İndi bəziləri yaşıl kimi götür istifadə edir. Ümumiyyətcə İslamda rəng olaraq İslamı təmsil eləyən rəng yoxdur. Yaşıl rəng deyə bəzilər elə bilirlər ki, yaşıl rəng İslamın rəmzidir, bayraqda olmalıdır və ya da geyim yaşıl rəngdə olmalıdır və ya da yaşıl rənglə İslamı təmsil etmək lazımdır ki, belə bir şey yoxdur. Peyğəmbər sallallahu əleyhi və səlləmin heç vaxtı yaşıl bayraq olmayıbdır. Bayraq olubdu ağ və ya da qara. Yaşıl bayraq olmayıbdır. Yəni bu sonradan insanlar düz bunu araşdırmamışam ki, başlanğıcı hardan qaynaqlanır yaşıl rəngin gəlib çıxmasının. Amma yaşıl rəng İslamı, yəni xüsusi bir rəng yoxdur ki, təmsil eləsin. Yaşıl rəng İslamın rəmzi olaraq. Yəni sünnədir. O bəli, yaşıl rəngdə paltar gəlibdir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm yaşıl rəngə yox, ağ paltar geyinməyə həvəsləndiribdi. Ağ paltar geyinməyə həvəsləndirir, yaşıl paltarı yox. Yəni qiyamət günü və ya da cənnətdə yaşıl paltar geyinməsi Qurani-Kərimdə var. Hədisdə var. Amma yəni ki, bu İslamı təmsil etmir rəng olaraq. Nəyə ki, o heç ağ rəngdə, lap qara rəngdə İslamı təmsil etmir. Və ya da ki, birinin yaxını öldü, insan öldü, o matəm kimi qara rəngi bürünməsi, geyinməsi, bayraq taxması və ya da nəsə bir ipin qola bağlanılması və ya da ki, bir parçanın darvazaya, qapında bağlanması, asılması, bu da hamısı bidət olan şeylərdir. Belə İslamda bunlar yoxdur. 90-cı rivayətdə qardaşlar Ənəs radiyallahu anhu, Ənəs ibn Məlik radiyallahu anhu rivayət edir ki, Allah Resulü sallallahu əleyhi və səlləm əcəmlərə məktub yazmaq istədikdə onu əcəm hökmdarları yalnız üzərində möhür olan məktubları qəbul edərdi, deyildi. Yəni ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə deyildi ki, başqa hökmdə əcəm, yəni ki, ərəblərdən başqa olan millətlərdir. Onlar yəni ki, yalnız üzərində möhür olan məktubu qəbul edirdilər deyə bu Peyğəmbər sallallahu əleyhi və səlləmə xəbər verildi bu. Beləliklə Allah Resulü sallallahu əleyhi və səlləm üçün gümüşdən üzük düzəltdilər. Bu üzüyün Peyğəmbərin sallallahu əleyhi və səlləm əlində iz qoymuş ağlığı hələ də gözlərimin önündədir. Ənəs radiyallahu anhu deyir əziz qardaşlar. Deməli deyir ki, Mübarəkfuri qeyd edir ki, öz kitabında, Tirmizinin şərhində İbn Həcər demişdir ki, bəziləri Allah Resulü sallallahu əleyhi və səlləm bu üzüyü Hicrətin 7-ci ilində, bəziləri isə 6-cı ilində, bəziləri də 6-cı ilin axırında və 7-ci ilin əvvəlində düzəltdirdiyini demişdilər. Yəni nə vaxt bu düzəlibdi? Nə vaxt meydana çıxıbdı bu? Yəni tam dəqiq bir şey olmasa da təxmini bu, yəni 7-ci, 6-cı il, yəni Hicrət, yəni Mədinədə olanda, Mədinəyə köçəndən 6 və ya da 7 il sonra Peyğəmbər sallallahu əleyhi və səlləm bu üzüyü düzəltdirmişdi. Deyir ki, burada ağlığı barəsində deyir ki, bu da dəlildir ki, o barmağında ağ izi qoyardı. Bu da dəlil ki, Peyğəmbər sallallahu əleyhi və səlləm həmin üzüyü barmağına taxarmış. Lakin qeyd etmək lazımdır ki, o bunu sünnə olduğunu bəyan etmək üçün deyil, sadəcə olaraq möhür vurmaq üçün gəzdirərdi. Səbəb buydu. Yəni ki, üzük taxmaq
Sünnə deyil. Sünnə deyil. Səbəb də məlum oldu ki, ilkin mərhələdə səbəb nəyə görə idi? Necə sahabə deyir, əcəmilər, padşahlar, hökmdarlara Peyğəmbər sallallahu əleyhi və səlləm məktub göndərəndə onları möhürləmək üçün, yəni onlara dəvət eləmək üçün Peyğəmbər sallallahu əleyhi və səlləm məktub göndərdi. Onlar da möhürsüz oxumurdular. Möhürsüz oxumurdular deyə Peyğəmbər sallallahu əleyhi və səlləm onu düzəltdirir ki, nə olsun, yəni ona möhür vursun deyə. 91-ci rivayətdə əziz qardaşlar, Ənəs ibn Məlik radiyallahu anhu yenə rivayət edir ki, Allah Resulü sallallahu əleyhi və səlləmin üzüyünün nəqşi belə idi. Bir sətirdə Muhammed, digər sətirdə Rasul və o biri sətirdə Allah sözü həkk edilmişdi. Yəni ki, Muhammed sallallahu əleyhi və səlləmin üzüyündə nə yazılmışdı? İndi yazıdan söhbət gedir. Nəqşi, yəni ki, o döyməsi də, yəni o yazılması deyir ki, bir sətirdə Muhammed, digər sətirdə Rasul, o biri sətirdə isə Allah sözü yazılmışdı əziz qardaşlar. Yəni Peyğəmbərin sallallahu əleyhi və səlləm üzüyünün üstündə qaşa və ya gümüşə Muhammed, Rasul və Allah kəlmələri alt-alta həkk edilmişdi. İbn Həcər rahimehullah deyir ki, bəzi şeyxlərin bu kəlmələr aşağıdan yuxarıya doğru yazılmışdı. Yəni Allah kəlməsi birinci sətirdə, Muhammed kəlməsi axırıncı sətirdə yazılmışdı. Sözü sübuta yetirən tutarlı bir dəlil görmürəm. Yəni belə bir dəlil yoxdur. Əksinə İsmailinin rivayətində deyilir ki, üzüyün üstündə bir sətirdə Muhammed, ikinci sətirdə Rasul, üçüncü sətirdə isə Allah sözü həkk edilmişdi. İbn Həcər məsələyə belə izah vermişdi əziz qardaşlar. Deyir, başqa rivayətdə Ənəs ibn Məlik deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm özünə gümüşdən üzük düzəltdirdi və üstünə Muhammedur Rasulullah sözü yazdırdı. Məşhur olan bildiyimiz budur. Sonra da belə buyurdu: Mən gümüşdən üzük düzəltdirib üstünə Muhammedun Rasulullah sözünü yazdırmışam. Odur ki, heç kəs öz üzüyünün üstünə belə bir yazı yazdırmasın. Bu Buxarinin rivayətidir, səhih hədisdir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm belə bir üzüyü yəni düzəltdirib yazmağı və ya da taxmağı icazə verməyibdi. Bəzən görsən ki, elə üzüklər satırlar, götürürlər insanlar taxırlar, amma məsələnin hökmündən cahildirlər, olmaz. Yəni insan bir şey eləyirsə də gərək onun barəsində əziz qardaşlar məlumat olsun. Hətta yəni bu işdə belə Allah Resulü sallallahu əleyhi və səlləmə sanki özünü oxşatmış kimi olur, amma əslində aksi olur. Yəni zənn eləyir ki, bu sünnədir, bu bir sünnə deyil. İkincisi də ki, onu taxır. Yəni ki, yaxşı, gözəl sözlər yazılıbdır. Peyğəmbər sallallahu əleyhi və səlləm üzüyündə də belə yazılır. Halbuki amma Peyğəmbər sallallahu əleyhi və səlləm bunu qadağan eləyibdir. Qadağan eləyir. 92-ci rivayətdə Ənəs ibn Məlik radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Xosrova, Qeysərə, Nəcaşiyə məktub yazmaq istədikdə onlar yalnız üzərində möhür olan məktubları qəbul edirlər deyildi. Beləliklə Allah Resulü sallallahu əleyhi və səlləm üçün qaşı da gümüşdən olan bir üzük hazırlandı. Onun üzərində Muhammed Rasulullah sözü həkk edilmişdi. Yəni buradan da görünür əziz qardaşlar, Peyğəmbər sallallahu əleyhi və səlləm əsas məqsəd orada nə idi? Məktubları möhürləmək üçün və Peyğəmbər sallallahu əleyhi və səlləm də o hökmdarlara, padşahlara, Xosrova da, Qeysərə də, Nəcaşiyə də məktub göndərib İslamı qəbul etsinlər deyə. Onlardan yalnız və yalnız Nəcaşi İslamı qəbul etmişdi, o yerində qalanlar isə İslamı qəbul etməmişdi. Və Nəcaşi də müsəlman kimi dünyasını dəyişir və onun xəbəri gəlib çatanda Muhammed sallallahu əleyhi və səlləmə ona qiyabı cənazə namazı qılmışdı. Kim? Nəcaşi Həbəşistanın. İndiki Efiopiyada. 93-cü rivayətdə əziz qardaşlar, Ənəs ibn Məlik radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ayaq-yoluna girdikdə üzüyünü barmağından çıxardardı. Bu rivayət əziz qardaşlar zəifdir. Bu rivayət zəifdir. Yəni ki, Əbu Davudun Sünən kitabında gəlir bu hədisin əsli. Alimlər deyirlər ki, hədis münkər hədisdir, zəifdir. 94-cü rivayətdə İbn Ömər radiyallahu anhuma rivayət edir ki, Allah Resulü sallallahu əleyhi və səlləm özünə gümüş üzük düzəltdirdi və vəfat edənədək bu üzükdən istifadə etdi. Ondan sonra Əbu Bakır, sonra Ömər, sonra da Osman bu üzükdən istifadə etdilər. Nəhayət bu üzük əris quyusuna düşdü. Onun üzərində Muhammedin Rasulullah sözü həkk edilmişdi, yəni yazılmışdı. Ənəs radiyallahu anh deyir ki, Peyğəmbərin sallallahu əleyhi və səlləmin üzüyü əvvəlcə özündə idi. O vəfat etdikdən sonra Əbu Bakır, Əbu Bakırdan sonra Ömər bu üzüyü geyindilər, taxdılar. Nəhayət bu üzük Osmanda ikən o gəlib əris quyusunun başında oturdu və üzüyü barmağından çıxardıb bu üzə çevirərək üzüyə baxırmış. Çıxardıb o üzü bu tərəfə çevirə-çevirə üzüyə baxanda üzük əlindən düşür quyuya. Biz deyir Osmanla bircə 3 gün üzüyü quyuda axtardıq, lakin onu tapa bilmədik. Hədisi səhih Buxarıda keçir, hədis səhihdir. Yəni ki, birinci Peyğəmbər sallallahu əleyhi və səlləm özü taxır. Bu da deyir ki, hicrətin 6-cı ilində hökmdarlara məktub yazıb möhürləmək üçün bunu düzəltdirir. Üstünə Muhammed Rasulullah yazılır. Peyğəmbər sallallahu əleyhi və səlləm öləndən sonra Əbu Bakır taxır bu üzüyü.
Kimsə deyə bilər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yəni həmin o üzüyü başqa o da yəni ki, əziz qardaşlar, möhürləmək üçün idi. Möhürləmək üçün idi. O ona görə idi. Onlar Rəşidi xəlifələr idi. Onu möhürləmək üçün idi. Sonra Ömər radiyallahu anh taxır. Abu Bakırdan sonra. Sonra isə üzük Osmanda olur. 3-cü Rəşidi xəlifə Osman radiyallahu anh'a çatır. O da quyunun başında oturur bir gün. Üzüyü çıxarır o tərəfə bu tərəfinə baxanda üzük əlindən sürüşür də düşür. Və Allahın qədəridir. Allahın qədəri düşür və 3 gün o quyuda onlar onu axtarırlar. 3 gün axtarırlar, yəni ki, tapa bilmirlər. Yəni Allah belə istəyirdi. Ondan sonra üzük qalmır. Yəni itirdə, yəni axırıncı Osman radiyallahu anh olur, o da onun əlindən düşür. O gəlir orada da çıxardar. Yəni bax təsəvvür elə ki, Allahın qədərinə bax ki, çıxardır orada o tərəfinə, bu tərəfinə üzüyünə baxır. O da əlindən düşür quyuya. Yəni düşür, nə qədər axtarsalar da 3 gün axtarırlar özdə. Nə qədər axtarsalar da tapa bilmirlər. Ondan sonra da üzük, yəni ki, o üzük yoxa çıxırdı belə deyə. Bəzi qardaşlar, bu Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin üzüyü barədə varid olan səhih rivayətləri idi, bəziləri zəif idi. O da yəni ki, zəifi bəyan etmək üçün bəzi alimlər bunu nəql eləyirlər və həmçinin üzüklə əlaqədar olan bəzi məsələlərdə danışdıq, bəzi məsələlərə də toxunduq. Yəni ki, hansı ki, kişi hansı üzüyü taxa bilər, hansı üzük kişiyə haramdır, qadın nə formada üzük taxmalıdır, çölə çıxanda, yəni ki, necə olmalıdır, qadın istədiyi dedik ki, metaldan üzük taxa bilər. Amma yəni ki, öz ya məhrəmlərin yanında taxır, ya da ki, qadınların yanında taxır. Qadın məclisi olsun, harada olsun, yəni ki, naməhrəmlərin yanına zinətini taxıb çıxması, yəni ki, istəyi qızıldan olmur, nədən olsun. Yəni hansı müasir vaxtda bujuteriya deyirlər də, yəni ki, o bəzənmək üçün eləyirlər, bir şey eləyirlər. Bunu da hətta o taxıb çıxması, qadının çölə çıxması da olmaz. Yəni nəzərə cəlb etdiyinə görə, gözəl göstərdiyinə görə və biz də bilirik ki, İslam bunu nə üçün eləyibdir? Qadını qorumaq üçün. Qadını qorumaq üçün. Qadın yalnız yəni ki, ərinə məxsusdur. Evli qadın yalnız ərinə məxsusdur. Qadını qorumaq üçün. Yəni qadın dəyərlidir. İslam dəyər veribdir qadına. Yəni hər kəs üçün açıb buraxmayıbdır. Yəni dəyərlidir bu. Yəni İslam deyir ki, mən bunu qadını qoruyuram. Qoruyuram, ona görə yəni ki, qadını belə, yəni bu sıxmaq, haqlarını əldən almaq, əksinə haqq vermək üçündür. Qadını dəyər vermək üçün, qorumaq üçündür. Yəni bir insan dəyərli olan bir şeyi çöldə qoymur. Çölə çıxardıb aparıb qoymursan sən dəyərli olan bir şeyi. Açığa da qoymursan, çölə də qoymursan, gedib gələn baxsın. Yəni ki, amma qadın onlardan da dəyərlidir. Təsəvvür et ki, onlardan da dəyərlidir ki, qadın götürür onu taxır o. Onlardan da dəyərlidir. Ona görə İslam qadını qorumaq üçün belə şeylər tətbiq eləyir əziz qardaşlar. Buna həmçinin də zinət məsələsinə də və yaxud da çölə çıxanda belə şeylərin taxıb çıxmaması qadağasına da daha şiddətlisi də ətir məsələsidir. Mövzumuza aid olmasa da qısa məsələyə toxunam ki, qadının ətirlənib çölə çıxması haramdır bir mənalı olaraq. Hara getməsindən asılı olmayaraq. Çölə çıxırsa da qadın ətirlənmək olmaz. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm yəni vaxtında qadınlar çox vaxt işə namazlarında iştirak edirdilər. Peyğəmbər sallallahu əleyhi və səlləmdən rivayət var ki, ətirlənib namaza gələn qadın deyir, getsin necə ki cənabətə qüsul alır, o formada cənabətə simsin, yuyunsun, ondan sonra namaza gəlsin. Yəni ətirlənib gəlməsin. Bu da həmçinin də o zinətdən də betərdir ki, qadın nəzəri cəlb etdiyinə görədir. Yəni nəzəri cəlb etdiyinə görə və şeytanları oranın üzərinə yığmaq üçündür, səbəb olur. O da yəni ki, yenə də burada da səbəb qadının qorunmasıdır əziz qardaşlar. Qadının dəyərli olmasını bildirmək üçündür. İslam buna görə, yəni ki, qadın İslamda əziz qardaşlar izzətlidir, hörmətlidir. Yəni əşya deyil. Yəni hər kəs üçün deyil. Ona görə kişilərdən fərqli olaraq bir möminə qadın 4 dənə şeyə haqlı olaraq yerinə yetirərsə əziz qardaşlar, cənnətin qiyamət kimi hansı qapısından sizdən keçər? 5 vaxtı namazını qoruyub saxlayarsa, vaxtında namazını qılar, Ramazan orucunu tutar, Ramazan ayı gəldi, çatdısa da Ramazan orucunu tutar, namus və iffətini qoruyar. Yəni bax bu onun içinə daxildir, bax bu kimi şeylər. Namus, iffətini və digər onunla əlaqəli olan şeylər. Namus və iffətini qoruyar və ərinə itaət edərsə, ərinə itaət eləyərsə, qiyamət günü o qadına deyirlər ki, cənnətin hansı qapısından istəyirsən keç, hətta cihad qapısından istəyirsən belə keç. Həcc eləməyib həcc qapısından istəyirsən keç. Yəni o namaz əhlidir, oruc əhlidir, onsuz o qapıdan keçə biləcək. Yəni o elə şeylər var ki, məsəl üçün o qadın onu etmək, ümumiyyətcə cihad etməsi qadağandır. Və yaxud da ki, onu etmək, yəni yox, eləyə bilmir o. Acizdir. İstəsə o qapıdan da yeni eləyə bilər, keçə bilər. Və yaxud da ki, alimlər deyirlər 8 qapısının hamısından da keçə bilər. Bəli, hamısını. Yəni 8 qapısının hansından istəsən keç mənasında deyir, mənası odur ki, yəni ya seçirsən, ya hamısından keçirsən. Yəni bu da əziz qardaşlar qadının olan hörmətdir. Yəni kişilərdə belə bir şey yoxdur, asanlıq yoxdur. Bax 4 dənə şeyi qorudu, saxladı, diqqət yetirdisə də o qadın izzətli qadındır, imanlı qadındır və eləcənə bu dünyada onu qoruyub saxladığına görə qiyamət günü də ona hörmət qoyular və o cənnətin hansı qapısından istəyər
Keçərəz qardaş. Bundan kifayətlənək. Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşidib faydalanardan etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi daimi harada olursa olaq qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə, Firdevs cənnətində, hansı ki tavanı ərş olan o cənnətdə Muhammed sallallahu əleyhi və səlləm yanında bizi yığsın, toplasın, cəm eləsin. Daha doğrusunu Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illə ent, əstəğfiruke və ətubu ileyk.